24 min manata cəm qiymət 2 oda həyətli bacalı bir evdə üçün marşrut yoluna da 1 dəqiqəlik məsafə. 1 dəqiqəlik məsafə və marşruta da mindim 10 dəqiqəyə 15 dəqiqə kör olacaq. Evimiz bəzi əşyalar qalacaq. Allah'ın salamı olsun hər kəsə. Əsl. Mən həmişə etdiyim sözümü demək istəyirəm. Allah ev olmayanlara inşallah Allah ev qismət etsin. Bura həmizə bax. Hal-hazırda gördüyünüz kimi bura mətbəxdir. Girişimiz buradandır. Beləsinə bir dənə girişdən girdiyi mətbəximiz. Sanitar qovşağımız hazırda. Böyük sanitar qovşağımızdır. 24 min manata cəm qiymət Allah olmayanlara qismətləsin. Bəzi əşyalarımız qalacaq. Pəncərəmiz də var, həyətinə baxır. Burada da bir dənə divarlarımız qalındır. Burada da bir dənə belə bir yataq otağıdır hazırda. Bəzi əşyalarında yığılıb. Burada pəncərənin qavalımı, pəncərədir burada. Evimiz hal-hazırda bələdiyyə sənəd və kommunallar hamısı mövcuddur. Həyət bacamız da hal-hazırda gördüyünüz kimi belə bir həyət bacamız var. Sönündə də bir dənə sanitar qovşağımız var. Hələ buna yetməmiş kimi deyim sizə ki, müəyyən burada da bir məhəllə var. Mən görmək istəyirəm, orada müşah çıxlardır. Və hal-hazırda sayğılatımız var burada. Burada da şoçkimizdir, işığımızdır. Evimizin demək həyət bacası normal həyət bacası var. Yenə də qiymət 24 min manatdır. Marşrutu da 1 dəqiqə məsafəsidir. Biz 1 dəqiqə də yox da. Düz yolun qırağında evimiz. Yerləşmə yeri aeroport yolundan 162 yolundan yerləşir. Yəni Yeni Raman'a gəldim, Qala Raman'a girən yoldadır. Allah yenə dediyim kimi evi olmayanlar Allah ev qismini sağ olun, var olun, Allah'a əmanət olun.